Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Milli TV-nin Günün Xəbəri proqramında sizlərlə Məlahət Səfərovadır. Azərbaycan nəşriyyatı MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb. Bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzun müddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yük daşıyan konstruksiyalarda su kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Bundan əlavə binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Bu işlərin həcminin böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib. Qeyd edək ki, artıq binada köçürmə prosesi başlanılıb.